Yəni, bu ölkə baboşların, nə bilim mən, nuruşların, bubuşların ailə, məkanı deyil axı. Bu ölkə zavurların, xoşqədəmlərin, toliklərin, nə bilim mən, culiklərin, yəni bunun məkanı deyil axı. Bu ölkə ziyalı bir ölkədir. Bu ölkənin xalqı əxlaqlı, tərbiyəli, kifayət qədər bizdə bu Azərbaycan xalqını yüksək səviyyədə təmsil edənlər var. Mənim müraciətim cənab prezidentədir, hörmətli Mehriban xanımadır. İnanın cənab prezident, Mehriban xanım, sizə informasiya çatdırılmır. Azərbaycan telekanalları yaman gündədir, faciədir, bizi böyük faciələr gözləyir. Biz evdə artıq televizor aça bilmirik. Mən üzümü tuturam Milli Məclisə, xahiş eləyirəm, dönə-dönə sizə yalvarıram. Bu TikTok'u bağlayın Azərbaycanda. Hara gedirik biz? Nədir bu? LGBT qadağan olunsun. Azərbaycanda bu işləri təbliğ edən, həyata keçirən qəsdən 5-ci kolonun adamları var. Bunları aradan qaldırmaq lazımdır. Bu istiqamətə baxsanız yaxşı olar.